Salam. Bugünkü dərsimiz Python proqramlaşdırma dilində çox vacib mövzulardan biri olan listlər haqqındadır. Dərsə başlamazdan əvvəl sizə bir sual vermək istəyirəm. Təsəvvür edin ki, bizdə 5 şagirdin adı var. Bu adları Pythonda necə saxlaya bilərik? Məsələn, hər biri üçün ayrıca dəyişən yarada bilərik. Amma şagirdlərin sayı 5 yox, 50 olarsa necə bəs? Məhz belə vəziyyətlərdə listlər bizim işimizi çox asanlaşdırır. Və bu dərsdə biz listin nə olduğunu, elementlərə necə müraciət etməyi, element əlavə etməyi, silməyi, sıralamağı və listi tərsinə çevirməyi öyrənəcəyik. Ən əsası isə bu əmrləri sadəcə əzbərləməyəcəksiniz. Nə üçün istifadə etdiyinizi başa düşəcəksiniz. İndi isə gəlin ekranda siyahı yazaq. Siyahımızı daxil etdik. Burada students, yəni bizim dəyişənin adıdır. Siyahını yazan zaman biz kvadrat mötərizələrdən istifadə etməliyik. Və Ali, Nigar, Murad isə bizim listin, yəni siyahının elementləri adlanır. Siz də students sıfır yazsaq, ekranda nə görünəcək? Təbii ki, Ali çıxacaq. Nəyə görə? Çünki burada diqqət etməli olduğunuz bir məqam var. Python'da indeksləmə sıfırdan başlayır. Bəs students siz də 2 yazsaq necə? Hansı adı siyahıdan hansı adı çıxaracaq? Təbii ki, Murad adını çıxarmış olacaq. Deməli, biz nəyi öyrəndik? Siyahı yaratmağı, siyahı element daxil etməyi və indeksləmənin sıfırdan başladığını öyrəndik. İndi isə gəlin siyahımıza yeni element əlavə edək. Bəs bunu əlavə etmək üçün hansı metoddan istifadə etməliyik? Append metodundan. Students .append və mötərizə daxilində daxil edəcəyiniz adı yazırsınız. Yazdıqdan sonra print students yazıb yeni siyahımızı artıq yaratmış olur. Və bu şəkildə yazan zaman həmişə siyahının sonuna əlavə edilir element. Bəs deyək ki, biz indi elementin ortaya və yaxud da ikinci, sıfırıncı və ya başqa bir indeks əlavə etmək istəyirik. Bəs o zaman hansı metoddan istifadə edirik? O zaman isə təbii ki, insert metodundan istifadə edirik. Gəlin həmin metodu da istifadə edək. Students insert. Və burada tutaq ki, birinci indeksə daxil etmək istəyirik. Həmin indeksin nömrəsini daxil edirik, vergül yazıb. Tutaq ki, başqa bir ad daxil edirik. Zəhra adı. Zəhra. Bu şəkildə. Zəhra adını daxil etdikdən sonra yenə print students. Yeni siyahımıza baxırıq artıq. Yeni siyahımızda ikinci indeksdə birinci indeksdə Nigar adı dayanırdı. Və Zəhranı Nigar adının yerinə əlavə etdi. Nigar adı isə artıq ikinci indeksə keçdi. Yəni, özündən sonraki indeksə keçir, silmir. Həmin indeksi silmir. Yerinə yeni elementi daxil edir və sonraki indeksə əlavə edir. Bu şəkildə iki funksiyanı artıq öyrənmiş olduq. Append metodu və insert metodunu öyrənmiş olduq. İndi isə gəlin silməyi, yəni del funksiyası. Delete sözünün del funksiyasını yadında saxlaya bilərsiniz. Del students, yəni del students və qapalı mötərizəsi indeksin nömrəsini yazırıq. Məsələn, 2. Siz də burada nə etmiş olacaq? Təbii ki, ikinci indeksdə duran elementi silmiş olacaq. Enter. Print students yazırıq və nəticəmizi görürük.
Nəticədə nigar indeksi silindi. Nəyə görə? 0, 1, 2. Nigar 2 ilə nömrələnmişdi və həmin indeksi siyahımızdan sildik. Delin funksiyası budur. Bir də remove funksiyası var ki, bəs bunun fərqi nədədir? Gəlin ona da baxaq. Students remove. Hər ikisi silməkdir tərcüməsi. Yəni delete də silməkdir, remove da silməkdir. Sadəcə bunların cüzi bir fərqi var. Remove. Məsələn, buraya yazacaq Ali. Print students. Baxın. Yenə Ali indeksini, yəni indeks deməyə görə elementə görə sildi. Yəni bunların fərqi nədədir? Delin fərqi ondadır ki, del indeksin nömrəsinə görə silir. Məsələn, siz o mötərizədə hansı indeksi yazsanız, həmin indeksdə duran elementi siləcək. Remove isə elementə görə silir. Yəni elementin adını yazırsınız ora. Məsələn, 2 yazsaz, əgər burada rəqəm daxil etmiş olsanız, 2 yazsaz, 2-ləri siləcək. Amma biz burada ailə adını daxil etdiyimiz üçün siyahıdan ailə adını ümumiyyətlə sildi. Yəni indeksə görə yox, elementə görə sildi. Yəni fərqləri bundadır. Məsələn, biz burada Muradı silmək istəsək, students yazırıq. Sadəcə bu hissədə Murad qeyd edirik. Və aşağı hissədə print students və gördüyünüz kimi artıq Murad adında silmiş oldu. Zəhra, Leyla, Murad. Son siyahıya əsasən silir. Son siyahımız Zəhra, Murad, Leyla olduğu üçün və o siyahıdan Murad adını da sildi. Nəticə olaraq bizim siyahıda 2 elementimiz qaldı. Zəhra və Leyla. Deməli, biz bu hissəyə qədər list nədir, siyahı nədir, siyahı elementlər necə daxil edilir, necə indekslənir, yeni element necə əlavə edilir, daha sonra indeksə element necə əlavə edilir və siyahıdan element necə silinir? Bunun da 2 metodunu öyrənmiş olduq. Yəni, bir indeksə görə silmək, bir də elementə görə silmək. İndi isə gəlin sort və reverse metodlarıyla da tanış olaq. Bunun üçün yeni bir siyahı daxil edək, yeni bir siyahı yaradaq. Ədədlərdən ibarət bir siyahı yaradaq. Yeddi, 9, 12. Number sort. Create numbers. Sizə nəsəb edəcək, təbii ki, azdan çoxa doğru sıralayacaq. Yəni, rəqəmlərə tətbiq edən zaman azdan çoxa doğru sıralayacaq. Əgər əlifbəyə tətbiq etsəz, məsələn, ona uyğun da yazaq birini, letters. Siyahımızı daxil edirik. Yerlərini dəyişik yazaq ki, sıralayan zaman. İndi isə print, daha doğrusu sort. Letters, sort. Print letters vuran zaman gördüyümüz kimi əlifba sırasına uyğun sıralayacaq. Və bir də qaldı reverse. Yəni yeni bir siyahı daxil edək. Sən həmin siyahını kopyalayıb əlavə edək bura. Yəni siyahıya ad verək. Məsələn, əlifba. Siyahımızı daxil edək. Reverse. Print, əlifba.
Və bu zaman isə gördüyünüz kimi sadəcə sondan əvvələ doğru yazacaq. Deməli, sort və reverse-ü qarışdırmaq olmaz. Sort sadəcə azdan çoxa doğru əlifba sırası ilə düzür. Reverse isə sadəcə sondan əvvələ doğru siyahını yazacaq. Bugün Pythonda listlərlə tanış olduq. Öyrəndik ki, kvadrat mötərizələr list yaratmaq üçün istifadə olunur. İndeksləmə sıfırdan başlayır. Append elementi sona əlavə edir. Yəni, insert ilə elementi müəyyən indeksə əlavə edə bildik. Del və remove-la biri indeksə görə, biri isə elementə görə siyahıdan silməyi öyrəndik. Sort çeşidləməyi, yəni rəqəmlər üzərində azdan çoxa doğru sıralamağı, əlifba üzərində isə əlifba sırası ilə, dəyişənlər üzərində isə əlifba sırası ilə sıralamağı öyrəndik və sonra reverse metodu ilə tanış olduq ki, bu da siyahını sondan əvvələ doğru yazmış olur. Və bu gördüyünüz ekranda tapşırıq, yəni qısa qeyddir, həm qeyd içərisində, həm də möhkəmləndirmə testləri tapşırıqları içərisində yer alır. Burada hər biri qeyd olunubdur. Append, insert, sort, del, remove, reverse. Hər biri haqqında yenidən təkrar edirsiniz bu hissədə və sonraki aşağıdakı hissədə isə həmin hissələri möhkəmlətmək üçün tapşırıqlar qeyd olunur. Həmin tapşırıqları da edərək dərsi daha da möhkəmləndirə bilərsiniz. Sonraki dərslərimizdə isə listlərin daha mürəkkəb tipləri ilə işləməyi öyrənəcəyik. Bugünkü izahı izlədiyiniz üçün təşəkkür edirəm. Növbəti izahlarda görüşənədək.